Salam, hər vaxtınız xeyir olsun dəyərli kanal izləyiciləri. Mən coğrafiya müəllimi. Bugün sizlərə dilin yeni test toplusu 2025-ci ildən yeni yaranması və inkişafı, litasfer, yeni planeta və geoloji inkişafından testlər izahları verəcəm. İzaha keçməzdən əvvəl kanala abunə olmağı unutmayın ki, izahlar yerləşdirilən zaman görəsiniz. Dəstlərə qoşulmaq üçün 070 235 13 25 nömrəsinə yazaraq geniş məlumat əldə edə bilərsiniz. İndi isə keçək izaha. Deməli, birinci sual odur ki, Faneroze eonuna aid olan geoloji eralar. Burada deməli, Paleozoy, Mezozoy və Kaynozoydur. Cavab B variantıdır. Arkadiliya dağ qurşağında yerləşən vulkanlar odur ki, Kotobaxi, Aconcagua, deməli, Kolima, Kotobaxi, San Pedro yerləşir. Kosciuszko, Kilimanjaro, Micheli, Tupkal yerləşmir. Burada A variantıdır. Alfred və Generi nəzəriyyəsinə görə ilk yaranan qurun sahəsi Pangeya olmuşdur. C variantı. Və insan əmələ gəldiyi geoloji era və dövr bu Kaynozoy və Antropogendir. A variantıdır. Qədim platformaların əmələ gəldiyi eralardır ki, bu Arxe və Protozoydur. A variantıdır. Şimali Amerikanın və Avrasiyanın şimalında çoxillik donuşluğun yarandığı era Kaynozoy və 4-cü dövrdə D-dır. 6-da D variantıdır. Kaynozoy erasına aid olan geoloji dövrləri qədimdən cavana doğru ardıcıl düzün. Və burada əsasən deyirik ki, paleogendir qədimdən 7-də deməli paleogen, cavana doğru paleogendir, neogendir və antropogendir. Yəni bu Kaynozoydadır. Və 8-də isə 8-də Fanerozoy eonuna aid deyil. Burada Lavraziya və Gondvananın parçalanaraq müasir materiklərə əmələ gətirməsi bu Mezozoydadır. Qədim qırışıqlar və güclü vulkanizm başlanması, bakteriyalar və ibtidai tək hüceyrələrin yaranması bu Kriptozoydadır. Burada cavab D variantıdır. Kriptozoy eonuna aid deyil. Əsasən dəmir polimetal filiz yataqlarının yaranmasıdır. Bakteriya ibtidai tək hüceyrələrin yaranmasıdır. Güclü vulkanizm başlanmasıdır. 2 geoloji eraya bölünməsi aiddir. Amma örtülü toxumlu bitkilər, qədim sürünələrin yaranması aid deyildir. Cədvəldə verilən geoloji dövrlərdə hansılarının yeni deyilsə, onların qədimdən cavana doğru düzgün sırasını müəyyən etmək olar. Burada Kembri, Ordovik, Silur, Devon, burada Devon və Silur'un yeni değişsək olar. B variantıdır. Geoloji dövrlərdə hansıların yeni değişsə, onların cavandan qədimə doğru düzgün sırasını müəyyən etmək olar. Əsasən burada cavandan qədimə doğru. Deməli, paleogen, Yura və Kembri, Ordovik, Silur olmalıydı və 4-5 yeni dəyişir. Burada B variantıdır. Deməli, yerin geoloji inkişafına aiddir. Burada yerin qabığın təbəqələri yaranmışdır. Digərləri planetara aiddir. 12-də C-dir. Və Kaynozoya aid deyil. Əsasən burada Vantalasın parçalanması aid deyil, digərlərə aiddir. A variantı. Kaynozoy Mezozoydan fərqləndirən xüsusiyyətlər burada Y-dir. Deməli, digərləri isə hər ikisinə aiddir. Və geoloji dövrlərin nisbi yaşlarına görə qədimdən başlayaraq ardıcıl düzülüşünü müəyyən edin. Və burada Kembridir, Triasdır, paleogendir və 4-cü dövrdür. Burada Y variantıdır. 15-də Y-dir. Yerin inkişafının ilk mərhələlərindən fərqli olaraq hazırda kütləvi vulkan püskürməməsinin, püskürmələrinin müşahidə olunmamasının səbəbi nədir? Əlbəttə, burada bərk və qalın yer qabığının formalaşmasıdır. Litosfer tavalarının hərəkətinin sabitləşməsi və nüvənin soyması maqmanın əmələ gəlməsi aid deyildir. Bu da cavab Y variantıdır. 17-də geoloji dövrlərin yaşlarına görə qədimdən başlayaraq ardıcıl düzülüşünü müəyyən edin. Əsasən burada daş kömürdür, təbaşirdir, paleogen və neogendir. C variantıdır. Suxuların mütləq yaşı müəyyən edilir və suxuların tərkibindəki radioaktiv elementlərin parçalanma müddətinə görədir. C variantıdır. Və eləcə də ki, bir Kaynozoy deməli
erasında baş verən ən mühüm hadisələr deməli burada alt dağ əmələ gəlməsi və buzlaşmadır. Hersin dağ əmələ gəlməsi, Sakit Okeanın kiçilməsi, alt dağ əmələ gəlməsi, nəhəng sürünənlərin meydana gəlməsi, Kimmeri dağ əmələ gəlməsi, insanın yaranması, Pangeyanın parçalanması və buzlaşması bura aid deyil. Yəni burada cavab B variantıdır. Hansı geoloji eralarda atmosferdə sərbəst oksigen daha çox olmuşdur? Mezozoy və Kaynozoyda daha çox olmuşdur. Kriptozoy və Kembriyə qədərki deməli Kriptozoy və Kembriyə qədərki deməli dövr gizli həyat çağı adlandırılır. Bunun səbəbi bu dövrdə suxurlarında canlı orqanizm qalıqlarının aşkar edilməməsidir. B variantıdır. 22-də nədir? Yerin geoloji inkişafı ilə bağlı hansı ifadələr doğru deyildir? 22-də A-dır. Üzvü mənşəyə çökmən sular biogen mərhələsində yaranmışdır. Daha qədim sularda tapılan canlı orqanizm qalıqları mürəkkəb quruluşa malikdir. Bəli. Yəni yerin geoloji inkişafı ilə bağlı olmayan mürəkkəb quruluşa malik deyil və sonra cavan platformaların bir nömrəsi Kembriyə qədərkidir. Bu da səhvdir. Kembriyə qədərki dövr yox, Kembrdən sonraki dövrdür. Material tipli yer qabığı okean tipli yer qabığından daha qalındır. Bəli, Paleozoy erası iki qırışıqlıq mərhələsindən ibarətdir və bu Baykal, Hersin və deməli Paleozoy erası iki qırışıqlıq mərhələsindən ibarətdir. Yəni Baykaldır, Kaledondur və Hersindir. 3 mərhələdəndir və Baykal qırışıqlığı əsasən 2 eranı əhatə edir. Baykal qırışıqlığı da bəli 2 eranı əhatə edir. 2, 3, 5-dir burada cavab. Kaynozoy Avrasiya və Şimali Amerikada müşahidə edilir. Yəni 23-də nədir? Avrasiyada alt dağ əmələ gəlməsi vardır və orada da ki, əsasən 2-də də deməli inkişaf etmiş ölkə və yəni dağ əmələ gəlməsində inkişaf etmiş ölkə İsveçrə yerləşir və o da ki və deməli Alp dağında inkişaf etmiş ölkədir. Alp dağında deməli Alp dağında inkişaf etmiş ölkədir və Alp dağ əmələ gəlməsində və Alp dağlarında inkişaf etmiş ölkə İsveçrə yerləşir və eləcə də ki deməli 2, 3 İsveçrə. Sahil sıra dağları isə o da 2 deməli sahil sıra dağları inkişaf etmiş ölkə Kanadadır. Avrasiyada birincisi Köpek dağ inkişaf etməkdə olan ölkə deyil, yoxdur. Yəni inkişaf etməkdə olan ölkə var və əsasən də ki 3-də də deməli Türkmənistan, sahil sıra dağları isə Kubada deyil. Yəni sıra dağlarında Kuba dövləti yerləşmir. Karpat dağlarında yeni sənaye ölkə yoxdur. Kunlunda inkişaf etməkdə olan ölkə və deməli Çindir. Deməli Çin dövlətidir. Əsasən sahil sıra dağları Kanadadır. 23-də düzdür. Himalay dağları da inkişaf etmiş ölkə yoxdur. Burada A ilə D uyğun gəlir biraz. Kunlun dağları əsasən Çinin ərazisindədir. İnkişaf etməkdə olan ölkədir və Kunluşan, Tianşan bəli, inkişaf etməkdə olan ölkədir və deməli Çin ərazisindədir. Deməli
əsasən deyirik ki, burada inkişaf etməkdə olan ölkədir, amma o Kanadaya aid deyildir. Yəni 23-də cavab A variantıdır. A variantı. Eyler-Venn diaqramına görə uyğun bəndləri müəyyən edin. Burada müasir landşaftların və insanın yaranması Kaynozoydadır və Pamir, Himalay, Qafqaz dağlarının yaranması Kaynozoydadır. Mezozoyda isə Trias, Jura, Tabaşi dövrlərinə bölünür, Kimmer qırışıqlığı yaranıb. Fanerozoy eonuna aiddir hər ikisi. Burada cavab D variantıdır. 25-də Kaynozoy və Mezozoy erası əsasən Kaynozoyda paleogen, neogen, antropogen dövrlərinə bölünür. 4-cü dövr buzlaşması baş vermişdi. 2-də isə Verxoyan, Çerski, Kolon dağ sistemi yaranıb. Muratxanlı, Mollaka neft yataqları vardı. Şimali Amerikada və Avrasiyada dağlar formalaşmışdır. Y variantıdır. 26-da Kaynozoy erası və Mezozoy erası. Kaynozoy erasında Tetis okeanı parçalanmışdır və 4-cü dövr buzlaşması baş vermişdir. Kimmer dağ əmələ gəlmə mərhələsi baş vermişdir Mezozoyda. Qədim sürünənlər yaranmışdı. Fanerozoy eonun erasıdır. 3 geoloji dövrə də ayrılır. Burada cavab Y variantıdır. Verilən xüsusiyyətlərin aid olduğu geoloji eranı müəyyən edin. Burada Lavraziya və Gondwana parçalanaraq müasir materiklər yarandı. Pantalas müasir okeanlara bölündü. Kordilyer dağlarının şərq hissəsi deməli formalaşmışdı. Burada cavab D variantıdır. 28-də 1. Hersin dağ əmələ gəlməsi baş vermişdir. Qədim dağ sistemləri formalaşmağa başlamışdır. Himalay dağları yaranmışdır Kaynozoyda. Müasir relief forması yaranmışdır. Fanerozoy eonuna aiddir. Burada cavab Y, B variantıdır. Paleozoy erasında baş verən hadisələr. Deməli, örtə toxumlu bitkilər və ay döşəklərin yaranması, eri filiz yataqlarının meydana gəlməsi aid deyil. İlk bakteriyalar meydana gəlməsi Baykal qırışıqlığı aid deyil. Yosunlar, bakteriyalar, onurğasızların əmələ gəlməsi Kimmer qırışıqlığı aid deyil. Və suda qurda yaşayanların, sürünənlərin inkişafı Tetis okeanı parçalanması aid deyil. Və suda qurda yaşayanların və sürünənlərin inkişafı və suda qurda yaşayanlar və sürünənlər artıq inkişaf edir və Kaledon qırışıqlığı burada yaranmışdır. 29-da Y-dir. 30-cu sualda Eyler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən edin. Deməli, Kaledon qırışıqlığı Hersin qırışıqlığı. Burada Kaledon qırışıqlığında Devon və Silur dövrlərində baş vermişdir. Burada Kembri, Ordovik, burada Baykal qırışıqlığındadır. Silur, Devon, Kaledondadır. Apolos dağları yaranmışdır əsasən Hersin qırışıqlığında deməli Perin daş kömür vardır və Apolos dağları yaranıb hər ikisində. A variantıdır. Yeni planetar inkişaf mərhələsində baş vermiş hadisələrin ardıcıllığının pozulduğu sıranı müəyyən edin. Və burada birincisi qaz və toz dumanlıqların birləşməsi ilə deməli asteroidlərin yaranması, deməli və yerin soyuq planet kimi formalaşmasıdır və bu düzdür. 31-də düzdür. Yerin planet kimi formalaşması, yerin daxili temperaturun artması, ay erası düzdür. Ay erası ilə ilkin atmosfer yaranması, ilkin okeanı yaranması. Ay erası ilə ilkin yer qabığını yaranması və ilkin okeanın formalaşması. Ay erası ilə düzgündür. Ay erası ilə yerin daxili temperaturun artması, sonradan ilkin okeanın yaranmasıdır. Burada cavab C variantıdır. Kriptozoy və Fanerozoy eonlarına aid olan xüsusiyyətləri müəyyən edin.
Əsasən burada deməli bir arxey, paleozoy, arxey, paleozoy, proterozoy, mezozoy. Burada deyirik ki, arxeydə qədim qırışıqlıqda güclü vulkanizm başlanması və tək-tək onurğasızların əmələ gəlməsi, tək-tək onurğasızlar əmələ gəlir, protezoydadır. 2-də paleozoyda Pangeniyanın Lavraziya və Gondwana qurularının parçalanmasıdır paleozoyda. 4-də isə mezozoyda isə Lavraziya və Gondwananın parçalanıb müasir materikləri əmələ gətirməsidir. Burada cavab Y variantıdır. Fenerozoy, paleozoy və kaynozoy. Kaynozoy antropogen dövrdür, paleogen və antropogen. Paleozoyda da Kembri və Ordovekdir. Y variantıdır. Yeni planetar inkişaf mərhələsində baş vermiş hadisələrin ardıcıllığının pozulduğu sıranı müəyyən edin. Ay erası ilə ilkin yer qabığı yaranmışdı, ilkin okean yaranmışdı. Yerin planet kimi formalaşması, yerin dağını temperaturun artması və ay erası düzdür. Ay erası ilə ilkin atmosfer və ilkin okean yaranmışdır, düzdür. Və ay erası ilə ilkin atmosfer, sonra ilkin okean olmalıdır. Burada cavab C variantıdır, 4 səhvdir. Qaz və toz dumanlıqların birləşməsi, asteroidlərin yaranması və kütlələrin yaranması və yerin soyuq planet kimi formalaşması da aiddir. 35-də. Uyğun sıraları müəyyən edin. Mezozoy və kaynozoy eraları eyni sayda geoloji dövrə bölünür. Bəli, bu düzdür. Bu düzdür. Dəmir və polimetal filiz yataqları, qranit yataqları arxeydə yaranmağa başlamışdır. Yox, arxeydə bəli yaranmağa başlamışdır, düzdür. Yerin inkişafı boyunca dəniz və quru mərhələləri bir-birini əvəz etmişdir. Bəli. Tetis okeanı Lavraziya və Lavraziya materikindən şimalda qalan deməli geniş ərazini əhatə edir. Səhvdir. Kriptozoy eonun sıxılarında zəngin bitki və heyvan qalıqları müəyyən edilmişdir. Yanlışdır. Lavraziya və Gondwana paleozoy erasında parçalanaraq müasir materikləri əmələ gətirmişdir. Bu da səhvdir. 1, 3 və 5. 1, 3 və 5. 1, 3 və 5. 36-cı sual. Mezozoy kimya qırışıqlığı ilə alt qırışıqlığı zonalarının oxşar xüsusiyyətləri. Burada deməli Avstraliya materikində rast gəlinmir. Bəli, gəlinmir. Oxşar xüsusiyyətləri deyilir. Avstraliya materikində rast gəlinmir. Bəli, hər ikisində də rast gəlinmir. Bu da yəni bu düzdür. Nə kimya, nə də alp qırışıqlığı. Bizcə dağ əmələ gəlmə kimi Hersen qırışıqlığı var. Geosiklinal inkişafının 4-cü mərhələsindədir. Xeyr, 4-cü mərhələsində deyil. Deyil. Fəaliyyəti olan vulkanlara rast gəlinir. Oxşar xüsusiyyətlər oldu ki, mezozoyda da rast gəlinir və alp qırışıqlığında da rast gəlinir vulkanlara, fəaliyyətli olan vulkanlara. Şərqi Avropa düzənində kiçik sahə tutur. Xeyr, tutmur və orta qırışıqlı vilayət hesab olunur, yox. Burada düzgün cavab 1-3-dür. Yəni, fəaliyyətli olan vulkanlara rast gəlinir. Həm mezozoy kimya qırışıqlığında, həm də alp qırışıqlığında yəni rast gəlinir. 1 və 3-dür. Deməli, digər suala keçək. Yerin planetar inkişaf mərhələsi üçün səciyyəvidir.
Burada müasir cavan dağlar yaranmışdır. Xeyr, kütləvi deməli lava püskürmələri baş vermişdir. Bəli. Kütləvi lava püskürmələri baş vermişdir planetar inkişafda. İri neft, yay və qaz yataqları yaranmışdır. Xeyr. Kimyəvi dağ əmələ gəlmə mərhələsi baş vermişdir. Xeyr, geolojiyada baş verib. İlkin atmosfer yaranmışdır. Bəli. 2 və 5. 2 və 5. Və yerin planetar inkişaf mərhələsi üçün səciyyəvidir. Materik tipli yer qabığı əmələ gəlmişdir, səciyyəvi deyil. İri neft və qaz yataqları yaranmışdır, səciyyəvi deyil. Yer səthinə kütləvi yağışlar yağmışdır. Bəli, ilk dəfə kütləvi yağışlar deməli yağmışdır. Radioaktiv parçalanma nəticəsində mantia maddələrinin əriməsi baş vermişdir. Kaledon versinin dağ əmələ gəlmə mərhələləri olmuşdur. Burada 3 və 4'dür. Yəni yer səthinə kütləvi yağışlar yağmışdır. Radioaktiv parçalanma nəticəsində deməli mantia maddələrinin əriməsi baş vermişdir. Bəli, radioaktiv parçalanma olmuşdur və mantia maddələri ərimişdir. Bu planetarda olub. Burada cavab deməli 3 və 4'dür. 3 və 4'dür. Digər 39-cu sual isə deməli uyğunluq sıraları müəyyən edin. Sulardakı daşlaşmış bitki və heyvan qalıqlarına əsasən onların yaşadıkları dövr şəraiti müəyyən edilir. Bəli, hansı şəraitdə, yəni sulardakı daşlaşmış bitki və heyvan qalıqlarına əsasən onların yaşadıkları dövrün şəraiti müəyyən edilir. Bu düzdür. İkinci sual. Deməli, sularda canlı orqanizm qalıqları tapılmadığı üçün bu eon gizli həyat adlanır. Yanlış yox, doğrudur. Suların tərkibində qalan qurğuşunun miqdarına görə onların neçə il əvvəl yarandığı müəyyən edilir. Bəli. Nisbi yaş suların bir-birinə nəzərən yaşıdır. Yanlış yox, doğrudur. Suların mütləq yaşı onların yatım ardıcıllığına tərkibindəki bitki və heyvan qalıqlarına əsasən müəyyən edilir. Yanlışdır. Mütləq yaşı bəli yanlışdır. Nəyə görə? Çünki yatım ardıcılığı tərkibindəki bitki və heyvan qalıqlarına əsasən müəyyən edilməsi nisbi yaşdır. Və burada əsasən mütləq yaş deyil, nisbi yaşdır ki, yəni mütləq yaş tərkibindəki radioaktiv maddələrin parçalanma müddətinə əsasəndir ki, suların yaşı müəyyən olunur. Yəni bu deyil. Üst qatlardakı yerləşən sular alt qatındakı sulara nisbətən daha qədimdir, cavandır, səhvdir. Burada 1, 3 və 5'dir. 40-cı sual. Yerin geoloji inkişafı ardıcıllığını göstərən xəritə sxemləri qədimdən cavana doğru sırasını müəyyən edin. 40'da. Deməli, qədimdən cavana doğru. Pangeya, sonra parçalanır 2, 3 materiklərə və dünya yaranır. Müasir dünya 2, 3, 1. 41-ci sual. Geoloji eralar uyğunluğu müəyyən edin. Kanezoy, Kaynazoy, Mezozoy və Palezoy. Deməli, 1'ə aiddir burada. Deməli, 2'yə və 3'ə. Kaledon qırışıqlığı dağlarının əmələ gəlməsi Palezoydadır. 3'ə A-dır. Tetis okeanının parçalanması Mezozoydadır. 2'yə B-dir. Cavan dağların yaranması Kaynazoydadır. C-dir. Gondwana və Lavraziyanın parçalanması Mezozoydadır. D-dir. Müasir okeanların əmələ gəlməsi bu əsasən 1'ə deməli B, C-dir. 2'yə D-dir, 3'ə D, Y-dir və A-dır. 3'ə A-dır, 2'yə D və Y-dir. D, Y-dir, 2'yə D, Y-dir. 2'yə D, Y-dir. 2'də D-dir.
Bəli, Gondvananın və parçalama müasir okeanların əmələ gəlməsi, parçalanması Y-dədir, bəli. Y-dir. 2-də bir də ki, Kaynozoyda isə cavan dağlar yaranmışdı və bir də ki, Tetis okeanının parçalanması, bəli, Kaynozoyda olub. B-də yox, B bura aid deyil. 1 CB, 2 DY, 3 isə deməli A-dır. Və bu kanalda coğrafiya və digər dərslərimizə də qoşula bilərsiniz. Deməli, digər fənlər üzərindən də toplu izahları yerləşdirilir. Bu qədər. Sağ olun.